Müharibənin başlanmasından bir gün sonra şəhid olan Cəbrayıl Dövlətzadə necə qəhrəman oldu? O, Vətən müharibəsində cəmi 10 gün iştirak etdi. Bir gün, hətta bir neçə dəqiqə ərzində elə bir hadisəyə imza atdı ki, nəşi Fəxri Xiyabanda, xatirəsi isə bütün Azərbaycanın yaddaşında əbədiləşdi. Biri var idi, 19 yaşında bir erməni generalını və polkovniklərini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə. Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. Bir bacısı və bir qardaşı var. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda 9 il judo ilə məşğul olub. Hətta idman sahəsində mükafatlara layiq görülüb. Cəbrayılın 8 yaşı olanda valideynləri ayrılıb. Anasının sözlərinə görə əri övladları ilə maraqlanmayıb. Ancaq Cəbrayıl elə o yaşdan etibarən özünü ailə başçısı kimi aparıb. 12 yaşından ofisiant işləməyə başlayıb. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O, hətta yeniyetmə yaşlarında həvəskar rep də oxuyub. Əksər şəhidlər kimi onun da qısa ömrü süd işığında aydınlanıb. Tanışları, yaxınları, hər kəs onun barəsində danışanda fövqəladə birindən söz açırmış kimi ürəklə danışır. Təkcə anasının dediyi bu 3 cümləyə diqqət etsək, Cəbrayılın alın yazısını və pasportunu aydın görə bilərik. Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid olması 19 yaşlı əskəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan 2 aylıq həyatının mayakına çevrilir. Polad Həşimovun qisasını alacağım. Ərizə yazaraq xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır. Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində bildirir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək onların ailəli olduğunu bildirib və geri qayıtmaqlarını xahiş edib. Əslində Cəbrayıl missiyasının astanasında idi. Həm yaşıtlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı polkovniki kimliyindən asılı olmayaraq bu an Polad Həşimovun qatili idi. Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum vaxtı əvvəl erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur. Anası Mələkə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşlarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbiçisi öldürüb. Cəbrayıl əməliyyat vaxtı yaralanıb. Ancaq yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə A işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi. Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də çoxlu qan itirdiyi üçün şəhid olur. O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı mərhum General Polad Həşimovun yanında 2-ci Fəxri Xiyabanda dəfn olunur. Ölümündən sonra Vətən uğrunda və Azərbaycan bayrağı ordenləri ilə təltif olunur. Cəbrayıl Dövlətzadənin həmin əməliyyatda öldürdüyü yüksək rütbəli şəxslərin kimliyi ilə bağlı məlumat olmasa da, onun dəfn olunduğu məkan və ona verilən təltiflərdən görünür ki, o, bir gün ərzində Azərbaycan tarixinə düşəcək qəhrəmanlığa imza atıb. 44 günlük müharibənin altına adını qızıl hərflərlə yazan şəxs kimi Azərbaycan hərb tarixində Cəbrayılın adı daim hallanacaq. Ruhun şad olsun, yoldaş əskər, ulu şəhid.